Salmaz Niva Stories izləyiciləri, bugün sizlərə qlobal əsas salacaq bir Niva təqdim edirəm. Bu Niva Orxan qardaşımızın maşınıdır, Amerikaya gedəcək. Bir çoxlarınız gözləyirdiniz bu Nivanın yekun nəticəsini. Müştəri istəyinə uyğun olaraq aparatura quraşdırılıbdır, tam orijinal Pionerlər. Aşağı sizdən çəkin zəhmət olmasa, bura baxanda özünüz biləcəksiniz nə quraşdırılıbdır. Salon və kuza tam 5 şumka olunubdur, izolyasiya olunubdur, kırıq yüz plonkalar, buna deməyə ehtiyac yoxdur. Maşın 95-ci il idi, 2025-ci ilə yığılıbdır. Salon hissəsində AMD stil deflektorlar, Mercedes sükan başlığı baz logosu ilə salon oturacaqlarını çəkə bilərsiniz. Çox səliqəli yığılıbdır. Qapılara da ambiyans yığılıbdır. Ulduz dam yığılıbdır, idarə olunan telefonla. Tam orijinal Pionerin monitoru quraşdırılıbdır. Və maşında olmazsa olmaz pnevmamız da var. Hal-hazırda maşın aşağı vəziyyətdə idi. Maşın karbüratör idi. Tam olaraq xadavoy sistemi yığılıbdır. Motorxana da injektora yığılıbdır yeni modelə. Görülən siqnallar da özləri sözün deyir. Amerikaya gedirsə bunlar da olmalıydı 100%. Ön hissəyə gələk. Amerikankalarımız, zakaz ilə Moskvadan gələn faralarımız, bu faralar Azərbaycanda yoxdur. Maşın tamamilə yeni modelə yığılıbdır. Hər bir şey, Benson Fialetti patpresi olsun, S-güzgüləri olsun, hər bir şey, Mercedes stil pultu olsun. Saysam bu videoda belə desə bir neçə iş görülübdür. Hamısını saysam video çox uzun olur. Start stop olsun. Hər bir şey yenisi ilə əvəz olunubdur. Çox gözəl iş görülübdür. Arxadan zəhmət olmasa çəkərsiniz maşının duruşunu. Pnevmamız da çox gözəl işləyir. Xüsusilə mexaniki işləyən pnevma zakaz vermişik ki, bu Amerikada olan zaman elektronlar problem çıxarda bilər. Amma bu pnevmada elə bir hal olmur. Kim belə işlər gördürmək istəsə, ünvanımız Babək prospekti Maşın Bazarı, Niva Store mağazası. Orxan qardaşımıza da maşın xeyirli olsun, can sağlığı ilə sürsün. Sağ olun, var olun.